Xanımlar salam. Hal-hazırda əlimdə gördüyünüz məhsul bəlkə də bir çoxunuza tanışdır. Bu Enzo Styler fendir. Gəlin açaq. Açarkı da sizə məhsul haqqında detallı məlumat verəcəm. Başlıqlarımız deməli 8-dir. 8-i birində olan bir styling fenimizdir ki, hansı ki siz gündəlik, toy üçün, müxtəlif partilər üçün istədiyiniz növdə saçlarınızı bura bilərsiniz, düzləşdirə bilərsiniz. Bunu çıxartmaya çalışacağım. Gəlin başlayaq bunlar haqqında sizə məlumat verməyə. Deməli, fenin bir neçə dediyim kimi başlığı var. Yüngül buruqlar üçün və daha nazik saçlar üçün belə bir başlıqdan istifadə olunur. Daha qalın və daha iri buruqlar üçün isə digər başlıqdan istifadə oluna bilir. Yəni bu artıq sizin seçiminizə bağlıdır. Bu başlıqlar vasitəsilə isə siz saçlarınızı müəyyən qədər həcm verə bilirsiniz. Məsələn, burada da gördüyünüz kimi müxtəlif ölçülər var. Həm böyük, həm orta, həm də kiçik başlıq var. Bunların bir-birindən fərqləri ondan ibarətdir ki, daha iri həcmlər almaq istəyirsiniz və saçlarınız daha qalındırsa, bu başlığı istifadə edəcəksiniz. Və saçınız qısadırsa, daha nisbətən xırda buruqlar əldə etmək istəyirsə, orta başlıqdan istifadə edəcəksiniz. Və nazik saçlar və eyni zamanda qısa saçlar üçün mənim kimi bu başlıqdan istifadə etməyiniz məsləhətli tövsiyə olunur. Burada isə daha sıx buruqlar yəni ki, əldə edə bilirsiniz. Əlavə olaraq qeyd edeyim ki, fenin, yəni stylerin özünün belə bir başlığı da var. Məsələn, saçınızı yummusunuz, heç bir başlıqdan istifadə eləmədən birbaşa bunu fenə taxaraq, baxın bu formada taxaraq saçınızı həm quruda, eyni zamanda düzləşdirə bilirsiniz. Yəni bu hamar effektini verir. Saçınızı fenlədiniz, gördünüz ki, istədiyiniz effekt alınmadı. Belə bir bizim deməli həcm verən başlığımız var ki, saç diblərini də bununla həcmləndirə və daha gözəl göstərə bilirsiniz. Bu isə sadə başlıq sayılır. Yəni ki, belə deyək də, hava axınını bir istiqamətə yönləndirir və saçları tez bir zamanda qurutmağa köməklik göstərir. Qızlar, bu məhsul mükəmməldir. Mən illərdə istifadə edirəm. Daha çox mən xırda başlıqlardan istifadə edirəm, saçım qısa olduğu üçün. Amma burada yəni ki, fərqliliyi sevən xanımlar üçün,